Salam, hər vaxtınız xeyir olsun. Mən 18 iyun 2025-ci ildə Azərbaycan dil və ədəbiyyatı müəllimləri üçün keçirilmiş sertifikasiya imtahanından zərər çəkmiş müəllim olaraq etiraz edirəm. Və bu videonu 3-4 gündür gözləyirəm ki, çəkməmişdən öncə bir çıxsınlar, nazirlik desin ki, bəli, suallarda bəzi problemlər var idi və s. Çünki hər kəs çıxış eləyir. İmtahanda iştirak edən o qədər çox adam deyilik biz. 2021-ci ildə qəbul olanlardır əksəriyyəti. Amma çıxıb bir müsbət mənada bir söz deyən yoxdur. Müəllimlik ki, ölkənin sütunudur, cəmiyyətin sütunudur. Hal-hazırda müəllimlərin sözü dinlənilmir. Başlayaq. Biz nə vaxt qəbul olmuşuq? 2021-ci ildə 55 bal toplamışam 60 sualdan və o vaxtlar imtahan çox çətin keçirilmişdi. İmtahan çətin keçiriləndə hər kəs etiraz edir ki, belə imtahan olar və s. O zaman səhv eləmirəmsə Nəzakət xanım çıxış elədi ki, biz ən yaxşıları seçdik. Yaxşı, sizin ən yaxşılar dediyiniz. İçində mən də varam. Yəni mən də iştirak eləmişəm. Hər iki imtahanda iştirak eləmişəm. Necə oldu bəs birdən-birə 10 bal, 15 bal hamısı geri getdilər. Və sertifikasiya imtahanı bir yarış imtahanı deyil. MİQ imtahanı işə qəbuldur. Və burada ən yaxşı olanları, ən üstdə olanları seçməlisən. Amma burada elə qayda yoxdur axı. Sadəcə həvəslənirsən, stimullaşırsan, özünü yenidən yoxlayırsan və s. Amma böyle olur ki, hər kəs aşağı bal topladı. İmtahan, iki imtahan arasında sırf ballara baxanda imtahanın necə uyğunsuzluq olduğunu gözü kör olmayan şəxslər görə bilərlər. Gözü deyəndə ağlı kör deyək də, biraz başqa cür ifadə edeyim. Bu nədir axı? Belə imtahan mı olar? Bunun adı rəzalətdir. Bir neçə səbəblərini deyəcəm mən imtahanın. Birincisi, vaxtın uyğunsuzluğu. Biz MİQ imtahanından qəbul olmuşuq. İmtahanın çətin olmağını da bilirik və s. Mən 9 ildir ki, repetitorluq və s. işləyirəm. Və imtahanın ağır sualı da bilirəm, asan sualı da bilirəm. Baxan kimi sən bilirsən ki, bu sual nə məqsədlə yazılıb. Müəllim burada ilişsinmi, şagird ilişsinmi, yoxsa asan sualdırmı? Birincisi, yenə deyim, vaxtın uyğunsuzluğu. MİQ imtahanında 60 sual olur. 60-dan 40-ı Azərbaycan dil ədəbiyyatı aid olur və hər suala 3 dəqiqə düşür. Burada isə 2 dəqiqə düşür. Və mən əminliklə deyirəm ki, mənim gördüyüm MİQ imtahanlarındakı olan suallardan daha çətin suallar. İçində var idi 5-6 dənə bir asan sual ki, onu da yazsınlar deyə. Mətni oxuyursan, əməlli başlı bir qarışıq mətindir. Yəni elmi mətnlər deyək. Mən orada bədii mətn xatırlamıram. Bax, əsəbləşmişəm, gərginləşmişəm, unutmuş ola bilərəm sualları. Heç cavablar çıxanda da baxmadım. Baxırsan ki, mətndə və bir cavablar deyil də, 6 dənə cavablar uyğunlaşdır, müqayisə elə və s. Belə imtahan olanda sən artıq istər-istəmə imtahandasan axı sən. Düşünürsən ki, mən bunu 2 dəqiqəyə bitirməliyəm ki, növbəti suala keçəsən. Və mətnlər də ardı gəl, bitmir, dayanmır, gedir. 15 dənə mətindir, 13 dənədir, xatırlamıram nə qədərdir açıq. Birinin cavabını tapırsan 7 dəqiqə keçir, 5 dəqiqə keçir və sən istər-istəməz orada həyəcan götürür ki, sən bu imtahanı yaxşı nəticə qazana bilməyəcəksən. Və əsəb gəlir, stres gəlir. Sən o anda bilmirsən imtahanı mı yazasan, yoxsa özünün içində olan əsəb hissini mi boğasan? Birinci məsələ nə oldu? Vaxt uyğunsuzluğu. Suallarda vaxt məsələsi ciddi problem idi. Və mən əmin eləyirəm ki, o sualı yazan müəllim o birisinə atır da istər-istəmə yoxla deyə. O sualı özü 5 dəqiqədən tez yaza bilməzdi. İkinci məsələ suallarda səhvliklərin olması. Bir düşünmək lazımdır. Sualda səhv varsa və sən bildiyin asan bir şeydirsə, tutaq ki, orada səhv eləmirəmsə güc sözü var idi. Baxan kimi bilirsən bəsit sualdır da, bu üslubla bağlı idi səhv eləmirəmsə. İnformativ, poetik və terminoloji funksiya. Çox asan sualdır. Amma baxsan cavab yoxdur. Və bunun üzərində özünü dəfələrlə yoxlayırsan, mən nəydə səhvlik elədim? Düşünmürsən axı ki, imtahan səhv olar deyə.
və sənin vaxtın gedir. Tutaq ki, o 1 dəqiqəlik sualsa, sənin onu 3 dəqiqən gedir. Və bunu düşünürsən, 2 dənə sual səhv olsa, sənin elə bil ki, imtahanda olan motivasiyan düşür əməlli başda aşağı və yaza bilmirsən sualı. Deməli, səhv suallar ümumiyyətcə biabırçılıqdır. Verin, dim keçirsin də imtahanı. Burada nə var ki, ildə nə qədər, bəlkə 200 dənə imtahanı keçirirlər və problem olanda da səhvlərini boynuna alırlar. Bu belə. İmtahanın anormal olduğunu dedim. Yəni, bu imtahan sanki Azərbaycan dili müəllimlərinə, ədəbiyyat müəllimlərinə qarşı bir qərəzlilik var. Niyə qərəzlilik var? Bizim kimi yanımızda olan müəllimlər imtahanda ingilis dili, riyaziyyat və s. Onların hər biri 55 yığır, 56 yığır, imtahan bitib, oradan yanındakı biri qışqırır, 57, o birisi də 56, sevinirlər. 3-4 dənə deyəsən ana dili müəllimi, yadımdan çıxır neçə nəfər idi. Biri baxdım içəri ki, hamı qəmlidir. Bilmirəm də neçə dənə idi. İndi yanımda olanları gördüm, təxmin elədim ki, ana dili müəllimləridir. Sonra bildim ana dili müəllimləridir. Heç kimin üzü gülmür. 50 bal yoxdur. Otaqda 50 bal yoxdur. Bal çıxdı, 42 bal. Şokdayım. Mən ağlıma gətirə bilmirdim ki, mən ümumiyyətcə 50-dən aşağı toplayaram. Niyə 50-dən aşağı toplamalıyam ki? Mən 9 ildir bu işin içindəyəm. Və o kursların da, dövlətin də testlərini əzbər bilirəm. Özüm də mətn yazıram, suallar yazıram. İşim budur da. Yəni, mən öz üzərimdə daimə çalışıram, işləyirəm. Müəllim olaraq hər həftə ən azı 1-2 məlumat öyrənirəm mən. Ədəbiyyatdan xüsusilə, ana dilindən də ki, maraqlı gəlir də. Bu mənim sənətimdir axı. Baxırıq, heç kim yoxdur. Suallara da baxmadım da, mən 42 bal yığmışım. Nəyə baxım ki? 18 dənə səhvimə mi baxım? Adam özü-özündən utanır. Çıxdıq imtahandan, bir soruşuram, tanışlar var. Kim? 45, 35, 42, nə bilim, 46. Bu heç kim yoxdurmu? Heç kim yoxdurmu? 50 balı keçsin. Bu belə. İndi gəlin biraz bu cəmiyyətə təsirindən danışaq. Yəni, bizim nüfuzumuzdan danışaq. Elə bilməyin ki, mən aşağı bal yığan müəllimlərə üstdən aşağı da baxmıram. Yəni, bu bir qələtdir mənim üçün. Yəni, 40 bal yığan da, 35 bal yığan da, 50 bal yığan da bu müəllimin dərs keçməsinə təsir göstərən şey mənə görə çox azdır. Niyə? Mən tanıdığım elə adam var ki, 35 yığıb, eləsi var 55 yığıb. Hər ikisinin dərsini bilirəm. Mənə görə 35 yığan müəllim mükəmməldir, amma 55 elə deyil. Bu belə. 55 dediyim məsəl üçün, bəlkə 57, dəqiq bilmirəm yəni. Tanıdığım bir çox adam var, bunu deyim. Bu belə. Amma nüfuz məsələsinə gələndə və biz şagirdlərin qabağına çıxırıq. Mən imtahandan çıxan kimi uşaqlar yazırlar. Müəllim necə oldu, necə oldu? Mən utanmıram. İçimdə bir narahatlıq var təbii ki. Deyirəm 42 bal. Uşaqlar təbrik edirlər. 42 bal, yəni bunlar məndən həmişə 55-dən yuxarı gözləyiblər. Çünki kim soruşurdu imtahandan qabaq, uşağı da böyük. Neçə yığmışdınız müəllimlikdə? Deyirəm 55. Deyir, hə, onda 56-57 gözləyəcək sizdən. Və bu qədər aşağı düşmüşük. İstər-istəməz utanmaq olur insanın içində. Narahat olsan, düşün məktəbə gəlsən, bütün müəllimlər 50 plusdur, 90%. Sən yığmısan 42 bal. Yəni, müəllimlərimiz bilirlər ki, imtahan anormal idi və bizə dəstək olurlar. Amma bunu qıraqdan baxan anlamır. Bu tək məndən getmir, ha, söhbət. Yəni, bir düşünün də, bir uşağa dərs deyən müəllim 600 ballığa, hamısı 50 pluslu müəllimlər, birinci 40 baldır. İstər-istəməz nüfuzun azalır. Sonra gəldik maaş artımı məsələsinə. Maaş artımı məsələsi belədir ki, 10% artacaq maaşımız. Bu da ilə 2% eləyir. Amma 35% olsa yenə bir nəsə görürdük də, gözümüzlə görəcəkdik ki, bir 100 manat da olsa maaşımız artdı. Çünki biz o rəsmi statistikalar çıxır, müəllimlər 1000 neçə manat alır. Mən heç 1000 neçə manat alanı xatırlamıram açığı. Amma 500-600 uzağı. Deməli, bu belə. Sonra, məqsədiniz dilimizi məhv eləməkdirmi? Yəni, nazirliyə sual verirəm. Məqsəd dilimizi məhv eləməkdirmi?
bir başqa bir ölkədən gələn olsa, sual versə, ana dil baxsa statistikaya, ana dil müəllimləri ən aşağıda, ingilis dillər, riyaziyyatlar ən yuxarıda. Deməli bu nə olar? İnsanların ana dilinə sevgisi yoxdur. Ədəbiyyata sevgisi yoxdur, elə deyil axı. Onsuz da ədəbiyyat sualları ilə bərbad günə qoyulub ki, insanın baxırsan ki, bu əsəri yazanın öz subyektiv düşüncəsidir və sən o subyektiv düşüncə ilə cavab verməli olursan. Heydər Babaya salamdan sual düşür. Müəllifin narahatlığı nə idi? Orada cavab var. İnəklərin soyuqda qalması. Bu boyda əsərdən bunu mu tapdınız? Maraqlıdır. Və yaxud yağış yağarkəndən bir dənə anormal bir cavab var orada. Deyir ki, insanlar narahat olur. İnsanlar narahat eləyir, nəsə yağışın yağmağı. Mən bilirəm ki, yağış yağarkən də belə bir şey yoxdur. Nə cür istəyirsiniz təhlil eləyək, orada elə bir şey yoxdur. Səhv cavab kimi çıxsa cavab gəlmir. Bu belə. Dərs saatları məsələsinə. Və düşünmürsünüz, yaxşı. İmtahan çətin olub, hamı aşağı yığıb və dərs saatlarına böləndə bir il öncə sertifikasiyadan keçənin ixtisas balı olur 40 bal, 50 bal, 45 bal, sənin balın olur ta 30. Avtomatik dərs saatları ona keçir. Mənim işlədiyim məktəbdə belə problem yoxdur. Mən bundan narahat deyiləm. Başqa müəllimlərdən danışıram. Problemləri sadalasan çoxdur. Amma ki, bunu unutmayın ki, müəllimləri əzmək istəsəz, əzə bilməyəcəksiniz. Görünüş olaraq əzə bilərsiniz, amma biz əzilməmişik. Və mən bir şey də deyim sonda, əgər mənim, yəni biraz çox borcum var. Borcum olmasaydı, mən ərzəmi yazıb məktəbdən çıxardım. Ümid eləyərək bu videonu çəkirəm ki, düzələcək. Məsələ düzələcək və haqq ədalət yerini tapacaq. Olmasa, yəni biləsiniz ki, etirazlarımız yenə davam eləyəcək. İşimiz Azərbaycan dili və ədəbiyyatıdır bizim. Yəni ədəbiyyatda biz Sabiri keçirik. Cəlil Məmmədquluzadəni keçirik. Etiraz eləməyi də bilirik. Biz dövlətə yox, sizə etiraz edirik. Sualı hazırlayanlar və oradan məsul olan şəxslərə. Ümid eləyirəm, yaxşı olacaq və bu məsələlərdən də özümüzü yormayacağıq biz. Sağ olun.